İyunun 5-i gecə saatlarında Azov dənizində heyəti əsasən Azərbaycanlılardan ibarət olan 2 xarici yük gəmisinə dron hücum edilib. Faciə nəticəsində 5 həm yerlimiz həlak olub, 3-ü yaralanıb. Vasili Tatişev gəmisinin kapitanı Famil Rzayev İTV xəbərə bildirib ki, bu alar yük anbarlarını deyil, məhz heyətin olduğu sahələri hədəf alıb. Bizim gəmidə 14 heyət olub, hamısı da Azərbaycanlı olub. İndi Türk vətəndaşı da olabsın, mən dəqiq onu bilmirəm. Bizim gəmidə məsələn indi 10 səfər Azərbaycanlıdır. Natra gəmisindədir ki, kapitan da, oradakılar da Azərbaycanlı idi. Mənim qrup yoldaşım idi, Rəcəb Əhədov Neftçilər rayonundan. Həm yerli yük həm də. Allah rəhmət etsin. Onun vəfat etməyi bilir ki, o vəfat edib, bir də ikinci köməkçi. Onlar köprü üstündə olub. Onların gəmisində də dron hücumunu direkt köprü üstünü vururlar. Gəminin idarə olunan yerini vururlar. Hazırda yaralılar Rəşad Məmmədxanov, Samir İbadzadə, Emin Vəliyev və Namiq Cəfərov Yeysk şəhər xəstəxanasında müalicə alırlar. Onların vəziyyəti stabil qiymətləndirilir. Yaralılar Azərbaycanın Rusiyadakı səfirliyi və yerli diasporun onlara dəstək göstərdiyini, ehtiyaclarının qarşılandığını bildirirlər. Bizə göstərən xidmət çox yüksək səviyyədə, çox sağ olun hər kəsə. Bizim adınədir. Konsulumuzda da təşəkkür edirəm. Bizim Azərbaycan diaspora cəmiyyətinə də çox böyük təşəkkür bildirirəm. Hər şey qaydasındadır, hər şey yaxşıdır. Göstərilən qulluqda yaxşıdır, yəni maraqlanırlar. Burada yaşayan Azərbaycan vətəndaşları gəlirlər, bizə kömək edirlər, produkt gətirirlər, çox sağ olsunlar. Yaralarım olsa da vəziyyətim yaxşıdır, həkimlər bizlə maraqlanırlar. Burada Azərbaycan vətəndaşları da sağ olsun, özləri də gəlirlər, bizə baxırlar. Bizi tək qoymurlar, heç vaxt Fərhad müəllim olsun, Azərbaycan cəmiyyəti olsun, sağ olsunlar, vətəndaşlar olsun. Ailəmə də bildirmək istəyirəm ki, vəziyyətim yaxşıdır, hər şey qaydasındadır. Yaxşı, vəziyyətimiz yaxşıdır, bizə yaxşı qulluq edirlər, istədiyimiz hər şeyi verirlər. Hökumətimizə, diasporamıza, səfirliyimizə təşəkkür edirəm. Dənizçilərin gələn həftə xəstəxanadan buraxılacağı gözlənilsə də, hücum zamanı sənədlərin gəmidə itməsi prosesi bir qədər gecikdirə bilər. Hazırda səfirlik onların sənədlərinin bərpası istiqamətində iş aparır. Şahidlərin məlumatına görə gəminin böyük mexaniki Qismət Əliyev zərbə nəticəsində ağır yanıq xəsarətləri alaraq həyatını itirib. Kapitan Fuad Oruzovun isə ayağı sındığı üçün ona xilas edici gödəkçə geyindirilib və suya indirilib. Şahidlər onun da həlak olduğunu ehtimal etsələr də, Xaçmazda yaşayan ailəsi hələ də ümidlidir. Belə ki, kapitan hadisədən cəmi bir neçə dəqiqə əvvəl atası ilə danışaraq salamat olduğunu deyib. Mən məlumatı almışdım saat 5-də. Fuadgilin gəmisidir vurulan. Amma Fuadgilin sağ qalıb, qalmamağı mən bilmirəm. Sizə də mən məlumatı verməyə sıxışdıra bilmədim özümə. Ki, yəni, pis xəbər deyilmir. Neysə, bura zəng bax, gəlib çıxmışıq bu səviyyəyə. Heç bir yerdən bir məlumat almırıq. Bizə məlumat verdilər ki, şirkətlərindən biz həlak olub bildirdilər. Dəqiq bilinmir dedi, məlumatımız yoxdur. Ancaq tapıla bilmir də, yəni hamı tapılıb, ölülər tapılıb, yaralılar tapılıb, sağlar xilas olunub. Ancaq qardaşımızla əlaqədəmiz yoxdur da, yəni. Çox güman ki, sağ çıxar, inşallah yaxşı olar, belə məlumat verirlər bizə. Təxmini məlumatlardır, ayaqları gedib, döşəyiblər, bu da komanda verib hamısına xilas olmaq zilətlər. Bu deyilənlərə görə buna da qeydiriblər, ancaq o birisi hamısı çıxıb, bu çıxmayıb, ayaqlarını bağlayıb və qan itirməsin, yəni belə bir məlumat gəlmir. Bilmirik, nə dərəcədə düzgündür. Xaricilər Nazirliyindən bildirilib ki, xilas edilən Azərbaycan vətəndaşlarının sənədləşdirilməsi, qayıdış şəhadətnamələri ilə təmin olunması və onların ölkəyə qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür. Həlak olan şəxslərin kimliyi və cənazələrin ölkəyə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, hücuma məruz qalan Natra və Zirkon gəmiləri Palau bayrağı altında üzüblər. Toğrul Quluzadə, İTV Xəbər.